Yenə triller tutmam tutmuşdu. Yadıma düşdü ki, Rusiyalı stendapçı Zoya Yarovitsina oxucular verilişinə gələn qonaqlardan birinə İrland yazıçısı Liz Nugent'in qəribə Sally Diamond romanını hədiyyə edir və dənə-dənə vurğulamışdı ki, kitabı əlindən yerə qoya bilmirsən, bir nəfəsə gedir. Düzdür, triller janrında yeganə meyarım axıcılıq deyil, amma olması plusdur. Əlavə pluslar arasında bu janrda addan çıxarılmış Paula Hawkins, Ruth Ware, Arlan Coben kimi müəlliflərin də müsbət rəyləri yer aldı. Niyamətin Musayev imzalı mahnıların introsu ilə rəqabətə girib qalib olmaq istəmirəm, ona görə çox uzatmadan keçirəm təhlilimə. Kitabı əlimə alan kimi mütaliə funksiyamda turbo rejim işə düşdü və mən bir gün içərisində oxuyub bitirdim. Düzü əsər mənə yaxşı heç nə vermədi. Narahat edici atmosferi təşvişimi artırdı, yuxumu qaçırdı. Dünyanın, daha doğrusu dünyadakıların nə qədər təhlükəli və vəhşi ola biləcəyini xatırlatdı. Baş qəhrəmanımız Sally Diamond sosial baxımdan təcrid olunmuş, emosiyalarını ifadə etməkdə çətinlik çəkən 40 yaşlı qadındır. Atasının ölümündən sonra yaşanan anlaşılmazlığa görə mediada qalmaqala səbəb olur və bununla da keçmişin sirləri bir-bir açılmağa başlayır. Uşaqlıq travmaları, gizlədilmiş həqiqətlər, zorakılıqla dolu xatirələr tədricən üzə çıxır. Təhkiədəki rakurs dəyişikliyi sayəsində həm qurbanların, həm də cinayətkarın psixologiyasının dərinliyini enə bilirik. İnsan zehninin müdafiə mexanizmləri, sevgi və laqeydlik, cəmiyyətin normal dediyi anlayışlar təhlil edilir. Növbəti dəfə 7-dən 77-yə mizoginist düşüncənin əvvəl əsrinə, sonra qurbanına çevrilən qadınların ödədiyi bədəllərə, hücum manipulyasiya təsirinə, şərin əlinin uzunluğuna, yoluxuculuq qabiliyyətinə, kənardan şübhə çəkməyən normal görünən insanların vəhşiliyinin sərhədsizliyinə heyrətləndim. Düzdür, sona doğru heyrəti məyusluqla əvəzləndi, çünki baş qəhrəmandakı reqreti tetikləyən səbəblər biraz mənə əsassız gəldi. Bəlkə də terapiyanın xilasedici gücünə bəslədiyim ümiddəndir ki, bəzi yaralara terapiyanın da kömək olmadığına, bir anlıq şeyin illərlə davam edən mübarizəni sarsıdacağına inanmaq istəmədim. Mənim kimi psixoloji triller sevənlərə tövsiyə olunur.